Təşəkkür edirəm. Əlavə sualınız var? Xeyr, yox, çox sağ olun. Göstərilən xidməti qiymətləndirməyinizi xahiş edirəm. Yaxşı dost, gərək hər yerdə adama yaxın olsun. İndi Qarabağda sizə müasir texnologiya ilə sürətli xidmət göstərən bir mərkəzimiz, bir filialımız və 2 məntəqəmiz var. Dost konsepsiyası təkcə vətəndaşa keyfiyyətli xidməti ilə seçilmir. Bura həm də dövrümüzün yüksək texnologiyalarının tətbiq edildiyi məkandır. Texnologiyanın tətbiqi vətəndaşın həyat keyfiyyətinin artırılmasına və zamanına verilən dəyərdir. Qarabağ və Şərqi Zəngəzurda xidmət göstərən dost mərkəzlərinin məqsədi təkcə sosial xidmət göstərmək deyil, həm də bu sosial xidmətləri müasir texnologiyalar vasitəsilə daha sürətli etməkdir. Arxivə get, nə bilim, müsabiqə get, 50 yeri göndərdilər. Amma indi burada gəldik, 5 dəqiqə hər şeyi həll elədilər, indi razıda gedirik. Əvvəllər gedirdik, 3 günlərlə, 4 günlərlə gedirdik, orada durdun, qapıda durdun, o tarafa, bu tarafa, heç də alınmırdı. Amma indi gəlib otursan rahat, layiqətli, hər şey qaydasında, qanununda, 10 dəqiqə, 5 dəqiqə cavabını alıb çıxıb gedirsən. Qarabağda innovativ və 161 xidməti elektron formada bir pəncərədən təqdim edən dost mərkəzləri vətəndaşların sənəd dövriyyəsi prosesini hər gün biraz daha da sürətləndirir və asanlaşdırır. Proseslərin elektronlaşması vətəndaşlara gözləmədən işlərini yekunlaşdırmağa imkan yaradır. Vətəndaşların sosial ödənişlərlə bağlı hüquqları yarandıqda sistem üzərindən bu müəyyən olunur və avtomatik qaydada proaktiv olaraq təyinat aparılır və elektron qaydada SMS vasitəsilə vətəndaşlara bildirişlər təqdim olunur. Bildiyiniz kimi dost mərkəzlərində xidmətlər yerində xidmətdən əlavə səyyar formada da xidmətlər həyata keçirilir vətəndaşlara. Səyyar formada xidmətlərin də elektronlaşması və vətəndaşların müraciətinin elektron qaydada qeydiyyata alınması istiqamətində bəzi işlər aparılmışdır. Belə ki, vətəndaşlar artıq onlayn qaydada növbə götürməklə mərkəzə müraciət edə bilir. Xüsusi kateqoriyadan olan vətəndaşların səyyar formada xidmətlərin göstərilməsini həyata keçirdə bilirik. Qarabağda sizə uzaq qohumdan da, yaxın qonşudan da əl çatanıq. Çünki biz dostuq.